Salam dostlar. Bugün elektromobillərin reduktor yağı haqqında danışacağıq. Son vaxtlar görürəm ki, bəzi yerli ustalar elektromobillərin reduktoruna 75 və 90 dişli yağı tökürlər. Mənim araşdırmalarıma və şəxsi təcrübəmə əsasən hesab edirəm ki, bu hər elektromobil üçün düzgün seçim deyil. Mən özüm də bir müddət 75 və 90 yağından istifadə etmişəm. Amma sonradan araşdırdım və BYD-nin tövsiyə etdiyi BOT 384 reduktor mayesinə keçdim. BOT 384 adi dişli yağlarından daha durudur. Bu maye təkcə yağlama üçün deyil, həm də reduktorda yaranan istiliyin daha səmərəli uzaqlaşdırılması üçün hazırlanıb. Elektromobillərin mühərriki yüksək dövrlərdə işlədiyi üçün reduktorda da temperatur artır. Temperatur yüksəldikcə uyğun olmayan yağ öz xüsusiyyətlərini daha tez itirə və qoruma qabiliyyəti zəifləyə bilər. Buna görə də mən istehsalçının tövsiyə etdiyi mayədən istifadə etməyi daha doğru hesab edirəm. Bu videoda dediklərim şəxsi araşdırmalarıma və təcrübəmə əsaslanır. Siz də seçim edərkən mütləq avtomobilinizin istehsalçısının tövsiyələrini nəzərə alın. İndi isə söz sizdədir. Siz öz elektromobilinizdə hansı reduktor yağından istifadə edirsiniz? Neçə kilometrdən bir dəyişirsiniz və bununla bağlı təcrübəniz necədir? Şərhlərdə avtomobilinizin markasını, modelini və istifadə etdiyiniz yağı yazın. Gəlin birlikdə təcrübələrimizi paylaşaq ki, digər elektromobil sahibləri də faydalansın. Əgər bu cür faydalı videoların davamını istəyirsinizsə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.